Peyğəmbər nə vaxt ki səfərə gedirdi, birinci adam görüşsəydi Həzrət Fatimə idi. Üzr istəyirəm, axırıncı adam gedəndə. Axırıncı adam Həzrət Fatimə Zəhra gedirdi, onu görüşürdü, ondan sonra çıxıb gedirdi. Səfərdən qaydanda da birinci deyirdi, gedin Fatiməni görün. Birinci Fatimə Zəhranı görün. Bu Peyğəmbərin Həzrət Fatimə Zəhraya münasibətidir, deyir, özü də Həzrət Fatimə Zəhra ilə qalanda Peyğəmbər çox qalırdı. Çox bir yerdə qalırdı. Elə belə deyil ki, gəlsin belə, görüşsün, çıxsın, geçsin. Yox. Otururdu onu ilə, dayanırdı, çox dayanırdı. Onun elçiliyinə gələndə Həzrət Peyğəmbər buyurardı ki, əmruha ilə Rəbbiha. Həzrət Fatimənin evliliyi işi Allahın əlindədir. Antaziru, özü deyir, Antaziru əmrə Rəbbiha. Gözləyirəm, deyir, Fatimənin Allahının əmrini gözləyirəm. Görək, kimə məsləhət biləcək Allah? Ona da verəcəm. İmkanlı adamlar gəldilər. Dedilər, ya Rasulallah, bu qədər dinar mehriyyə veririk. Qapımızdan qapıva qədər dəvələri düzdürürük. Üstü də deyir, deməli, yük. Qızıldan, bahalı parçalardan yük düzdür. Təki Fatiməni verəsən bizə. Təki biz Fatimə ilə ailə quraq. Səd ibn Əbi Vəqqas Muaviyyənin dövründə böyük sərkərdə idi. Hamı Həzrəti Əliyə lənət deyirdi, Səd ibn Vəqqas demirdi. Bir gün Muaviyyə çağırdı, dedi, sən Həzrəti Əliyə lənət demirsən, xeyr ola. Dedi, Həzrəti Əlidə bir neçə dənə şey bilirəm ki, dilim gəlmir ona mən lənət deməyə. Mən də təəccübəm ki, bu cəmaat niyə görə? Dedi, nə bilirsən? Dedi, müharibələrin birində Peyğəmbər buyurdu ki, o Xeybər qalasını fəth eləyən kimi göndərirdi? Müsbət cavabla gəlmirdilər. Məğlub olub gəlirdilər. Heç kəs o qalanı fəth eləyə bilmirdi. Həzrəti Əlinin barəsində dedi ki, sabah bayrağı bir adamın əlinə verəcəm ki, Allah Peyğəmbər onu sevir, o da Allah və Peyğəmbəri sevir. Səhər oldu, Həzrət Əli əleyhissalamı çağırdı, Həzrət Əli əleyhissalamın gözləri ağrıyırdı, Peyğəmbər mübarək ağzının suyundan sürtdü Həzrət Əlinin gözlərinə, şəfa tapdı, ağrı getdi, bayrağı verdi Həzrət Əlinin əlinə. Hamı bildi ki, Həzrət Əli o kəsdir ki, Allah da onu sevir, Peyğəmbər də onu sevir. Hamı bildi ki, Həzrət Əli o kəsdir ki, Allahı da çox sevir hamıdan, Peyğəmbərini də çox sevir hamıdan. Deyir, Həzrət Əli bu fəzilətin sahibi idi. Hamı onda deyirdi ki, görəsən o bəxtəvər kim olacaq? Peyğəmbər o bayrağı kimin əlinə verəcək? Həzrət Əlinin əlinə verdi. Deyir, mən necə lənətliyim o şəxsə ki, Muaviyyə, bilirsən o kimdir? Deyir, kimdir? Deyir, o Fatimə Zəhranın yoldaşıdır. O kəsdir ki, kim getdi qapısına ki, Fatiməni ver, mən ailə qurum onu ilə? Həzrət Peyğəmbər dedi, yox, Fatimənin evliliyi məsələsi Allahın əlindədir. Allah Teala'dan xəbər gələndən sonra ki, Həzrət Əli əleyhissalamla evlən, ondan sonra Peyğəmbər onu ilə əqdin oxudu. Özü də əqdin oxuyanda dedi, üzün tutdu Fatiməyə, dedi, Fatimə, hər qızın bir mehriyyəsi var. Hər qızın bir mehriyyəsi var. Qızıldan, gümüşdən, puldan, paradan mehriyyə qoyurlar. Qızım Zəhra, yer kürrəsini sənin əqdüvün mehriyyəsi qərar verdim. Allah belə istədi. Dedi, ya Rasulallah, kəbini oxu Həzrət Əli ilə. Əgər birdən soruşsun ki, ya mehriyyə nə təyin edeyim? Qızıl gümüş yox, Fatimə Zəhra salamullahi əleyha, bunlardan çox-çox ucadır. Padşahların, şahların, qızlarının da mehriyyəsi qızıl gümüş olsun. Həzrəti Zəhranın da yox. Allah buyurdu ki, yer kürəsini mehriyyə olaraq təyin elədim Həzrəti Fatimənin kəbininə. Ya Rasulallah, niyə? Dedi, bunun bir məsələsi var. Nədir məsələ? Dedi, bütün dünya bilsin. Yer üzü ki gəzirlərə, o gəzdikləri yer üzü Həzrəti Fatimənin mehriyyəsidir. Yer üzündəki gəzirsən, dünyanın harasında olursan ol. Bunu bil ki, gəzdiyin yer üzü Həzrəti Fatimənin nə idi? Mehriyyəsidir. Peyğəmbər sonra buyurdu, camaat, ehtiyatlı olun, birdən yer üzündə gəzəndə, Həzrəti Fatimiyə qəzəbli halda gəzərsiniz, onda o gəzmək sizə haram olar. Çalışın yer üzündə gəzəndə Həzrəti Zəhranı sevərək gəzün, çünki mehriyyəsidir Həzrəti Fatimənin.